Deməli müəllimlər, bizim növbəti mövzumuz olacaqdır 7-ci sinif mövzu 23 duru yeməklərinin hazırlanma texnologiyası. İndi davam eləyirik. Burada görək bizdə nədən söhbət gedəcəkdir. Bax, burada nə deyir? Deyir ki, sağlam qidalanmada son dövrlər ən çox müzakirə edilən mövzudur. Yəni ki, sağlam, rasional, düşünülmüş qidalanmaq lazımdır. Elə bu səbəbdən də rasionumuza nələr əlavə eləmişik? Şorbaları. Şorbalar mühüm yer tutur. Məsəl üçün, bax, bu hissə testlərə düşür. O uzun nağılları oxumayaq. Baxaq görək əsas hissələrə. Bax, deyir ki, restoranlarda müştərilərə 100-dən artıq çeşiddə şorba təqdim olunur. Bax, restoranlarda desə, deyirik ki, 100-dən çoxdur şorbanın növü, 100-dən artıqdır. Amma ki, Azərbaycanda neçə dənədir desə, Azərbaycanda şorba növü müəllimlər 30-dan artıqdır. Azərbaycanda soruşsa, 30-dan artıqdır şorba növü. Amma restoran söhbəti varsa, dünya söhbəti varsa, 100-dən artıqdır. Bunu da yadda saxladıq. İndi davam edirik. Bax, şorbalara orqanizm üçün faydası nədən ibarətdir? Həzm prosesini qaydaya salır, bədəni qidalı maddələrlə, vitaminlərlə olan tələbatını ödəyir. Müxtəlif xəstəliklərdə, məsəl üçün, deyirək, xəstəndə şorba qaynadın için soyuqlamanı götürülür. Məsəl üçün, toyuq və tərəvəz şorbaları xəstəliklər zamanı tövsiyə olunur ki, orqanizmin itirilmiş gücünü neyinir? Bərpa eləyir. Buralar əsas hissələrdir. İndi davam edirik. Bax, deyir ki, şorba bulyon əsaslı duru yeməkdir. Məsəl üçün, şorbanın tərifini soruşsa, deyəcək ki, şorba bulyon əsaslı duru yeməkdir. Bulyon nədir? Bulyon ət suyudur. Amma ki, qarnir düşsə testdə, yadımızda qalsın ki, biz əvvəl keçmişdik ki, qarnir nə idi? Xörək şirəsidir. Bulyon nə oldu? Bulyon da oldu ət suyu. Bax, şorbanın əsas üstünlüyü nədir? Duru olmasıdır. Yəni, tərkibində 50%-dən 50%-nin sudan ibarət olmasıdır. Deməli, biz 50% söhbətinə bu 7-ci sinifdə harada rastlaşmışdıq? Demişdik ki, qidanın alınmasına ayrılan xərc büdcənin 50%-ni təşkil edirdi. Düzdür? Burada da deyir ki, şorbanın tərkibinin 50%-i sudan ibarətdir. Bu da yəni ki, testdə düşə bilər. Bax, bir də düşür ki, şorbalar nahar zamanı qəbul edilən birinci isti yeməkdir. Deməli, biz bilirik ki, pervi var, iftaroy var restoranlarda, məsəl üçün, əvvəl duru yemək yeyirlər restoranda da, sonra məsəl üçün, kotlet, kabab falan, quru yeməklər. Deməli, birinci yemək kimi tanınıb desə, şorbanı götürəcəyik. Naharda məsəl üçün. Amma ki, naharın əsas hissəsi deyil da. Yəni, nəyə görə əsas hissəsi deyil? Çünki duru yeməkdə. Duru yemək tez həzm olunur. Yəni ki, doyumlu olmur da ona görə. Məsəl üçün, əvvəl şorba içirlər. Məsəl üçün, oruç tutanlar da əvvəlcə nə edirlər? Sulu yemək yeyirlər. O mədə birdən-birə yüklənməsin. Yəni, daha sonra quru yemək yeyirlər. Birbaş, yəni ki, quru yemək yemirlər, su içirlər, sulu yemək yeyirlər, duru yemək. Sonra quru yeməyə keçirlər, oruç tutan zaman, yəni buna da diqqət eləmək lazımdır. Eləcə də, yəni ki, yadınızda qalsın ki, birinci yemək nə oldu? Şorbalar oldu, amma naharın əsas hissəsi deyil. Çünki bizim əsas yeməyimiz, 50% yeməyimiz naharda olur, günorta yeməyində olur. Yəni, günorta yeməyində biz şorba içərək doya bilmərik. Bunun üçün birinci yeməkdir naharda. Amma ki, naharın əsas hissəsi deyil. Bax, testdə bunu qarışdırmayın. Sonra deyir ki, şorba naharın əsas hissəsi deyil, çünki onun qida dəyəri aşağıdır. Şorbanı vitaminlərlə zənginləşdirmək üçün ona nə əlavə edirlər? Baş soğandır, kərəvizdir, yaşıl soğandır, yer köküdür, sarımsaqdır. Yəni, bunlar əlavə olunur. Ona xoş dad və ətir vermək üçün qara istot, dəfnə yarpağı, sarı kök əlavə etmək lazımdır. Yəni, ədviyyat olaraq da şorbaları. Bax, şorbalar temperaturuna görə neçə yerə bölünür desə, testdə düşür. Yadınızda qalsın ki, 2 yerə bölünür. İsti və soyuq. Amma ki, isti şorbaların hazırlanma üsulu, yadınızda qalsın ki, isti şorbalar 3 cürədir. Düzdür? Şəffaf ola bilər, qatışıqlı ola bilər. Bir də ola bilər püre şəkilli. Bax, bu şorbalar hissəsi indi bizim biraz testlərdə qarışdıran hissədir. İndi bunlara baxaq. Bax, şəffaf şorbalar
ət, toyuq və balıq bulyonundan hazırlanmış duru yeməkdir. Onların tərkibində çoxlu sayda iştah açan maddələr var. Belə şorbalara baxın, bax tərəvəz, düyü, vermişil adı çəkilibdir. Amma yadınızda qalsın ki, əlavə olunmur. Yəni ki, tərəvəz, düyü, vermişil əlavə edilmədən, baxın, edilmədən bişirilir. Hansı şorbaların tərkibində məsəl üçün tərəvəzlər, düyü, vermişil bunlar yoxdur desə, testdə yadda saxlayırıq ki, hansılar oldu? Şəffaf şorbalar oldu. Hansı ət növlərindən istifadə olundu? Adi ət, toyuq, bir də balıq bulyonunda hazırlandı. Sonra fincanda verilirdisə, yadınızda qalsın ki, şəffaf şorbalardır. Şəffaf şorbaların qidalığını artırmaq məqsədi ilə onlara qarnir əlavə etmək olar. Bax, qidalığını artırmaq məqsədi ilə qarnir 2Q kimi. Amma əvvəlindən töküb pişirilmir. Bunu yadınızda saxlayın. Deməli, nə əlavə etdik? Qarnir əlavə edə bilərik. Bu zaman qarnir əvvəlcədən bişirilib hazırlanmalı. Yalnız şəffaf şorba süfrəyə verilərkən ona əlavə edilməlidir. Deməli, bişirilərkən içinə düyü, vermişil, tərəvəz atmırıq. Qarnirlə verə bilərik. Qarnir də əvvəlcədən bişirilir. Şəffaf şorba süfrəyə verilən zaman onunla əlavə edilməlidir. Qarnir kimdə nələr ola bilər? Xırda köftə ola bilər, bişirilmiş düyü ola bilər, vermişil ola bilər, yumurta ola bilər. Yəni, bunlardan istifadə edildi. İndi baxırıq qatışıqlı şorbalara. Bax, qatışıqlı şorbalarda nədir? Bax, bişmənin sonuna yaxın un, tərəvəz məsəl üçün soğan, yerkökü, göyərti ola bilər, dənli bitkilər ola bilər, makaron məhsulları əlavə edilir, həmçinin xamat, tomat pastası əlavə edilir. Yəni, qatışıqlı da olur da, müxtəlif şeylər əlavə olunur onun tərkibinə. Belə şorbalara tərəvəz birbaşa qaynayan şorba məhluluna əlavə edilir. Bax, qaynayan məhlula tərəvəzləri əlavə etdik. Unutmaq olmaz ki, tərəvəzlər bişmə müddəti nəzərə alınmaqla şorbaya müəyyən ardıcıllıqla, məsəl üçün, gec bişənləri tez tökürük, tez bişənləri gec tökürük. Belə müəyyən ardıcıllıqla əlavə olunur. Şorbanın gözəl görsənməsi üçün tərəvəzlər müəyyən edilmiş qaydada doğranmalıdır. Yəni ki, yeməyin fasonuna uyğun doğrayırıq. İndi baxırıq. Bax, bu püre şəkilli də biraz testə düşən hissələrdir. Bax, deyir ki, sürtgəçdən keçirilmiş ərzaqlar əsasında hazırlanır. Bax, sürtgəç söhbəti varsa, püre şəklini götürəcəyik. Onlar yəni ki, qatışıqlı şorbalara nisbətən yüngül və qidalı olur. Yüngül və qidalı. Bu səbəbdən də bax, uşaq və pəhriz qidası kimi məsləhət görünür. Bax, 2P pəhriz və püre şəkilli. 2P açar sözü ilə yadda saxlayırıq. Uşaqlara da əvvəlcə püre halında veririk yeməkləri. Daha sonra yəni ki, özünü verir, uşaq diş çıxarandan sonra. Yadınızda qalsın ki, püre şəkilli pəhriz və uşaq qidası kimi məsləhət görülür. Burada süzgəçdən də istifadə olunur. İndi davam edirik. Soyuq şorbalar. Bax, soyuq şorbalar əsasən yay aylarında hazırlanır. Onların əsasını, deməli, zərif tərkibli ət və tərəvəz bulyonları təşkil edir. Soyuq şorbalara tərəvəz, göyərti və qaynadılmış yağsız ət də əlavə olunur. Bax, yağsız ətdirsə, yadınızda qalsın ki, yağsız ət bəzən pəhriz yeməyi ilə, bax, bu püre şəkilli ilə, pəhriz qidası ilə qarışdırırlar. Amma yadınızda qalsın ki, soyuq şorbaya yağsız ət, çünki yağ donurdu, onun içində pis dad verə bilər. Onunla bağlı yağsız ət əlavə olunur. Zərif tərkiblidir. Davam edirik. Bax, isti şorbaların hazırlanma qaydası. Baxırıq, bax, deməli, burada nə deyir? Deyir ki, isti şorbaların hazırlanması müxtəlif variantları ilə bərabər onların pişirilmə texnologiyasında ümumi prinsipləri var. Bax, şorbanın kiçik həcmdə hazırlanması. Bax, 3 litrdən artıq olmamaq şərti ilə su tökülməlidir. Yəni, böyük həcmli şorbalara nisbətən kiçik həcmli, az miqdarda pişirilmiş şorba daha dadlı olur. Deməli, şorbanın suyu 3 litrdən artıq olmamaq şərti ilə pişirilməlidir. Bax, şorba ilə biz əvvəlki dərslərdə şalvanı
şeyləmişdik, uyğunlaşdırmışdıq. Demişdik ki, şalban da 3 metrədir. Şorbalarda da demişdik ki, 3 litr sudan istifadə olunacaqdır. Sonra maye və qatışıqların kütləsinin tənzimlənməsi. Deməli, müxtəlif şorbalar üçün tənzimləmə fərqlidir. Məsəl üçün, şorba mayesinin həcmi, qaynayıb buxarlanma miqdarı nəzərə alınmaqla götürülməlidir. Çünki, məsəl üçün, biz bilirik ki, bu qədər su töksək, məsəl üçün, 3 litr məsəl üçün yarım su töksək, o qaynayan, pişən müddətcə qaynayıb 3 litr qalmalıdır. Və yaxud 3 litr tökək ki, qaynasın, müəyyən pişəndə o normal həcmdə qalsın da, yəni çox sulu olmasın. Bu şəkildə yadda saxlayırıq. Sonra, ərzaq məhsullarının bişmə müddəti nəzərə alınmaqla ardıcıl əlavə olunması. Bunu bayaq da demişdik. Deməli, şorbaya əlavə edilən hər bir ərzaq məhsulu lazım olduğundan artıq bişib öz formasını, dadını dəyişməsin deyənə, eyni zamanda tam hazır vəziyyətə gəlib ümumi ahəngə uyğunlaşmalıdır. Bununla bağlı növbəli şəkildə. Məsəl üçün, biz bilirik ki, kartof çox bişəndə nə olur? Çox yumşalır, əriyir. Məsəl üçün, ətini əvvəl atırıq, kartofunu sonra atırıq. Yəni, tərəvəzlərdə də bu cür qruplaşdırırıq, ardıcıllıqla atırıq. Bişməsinə daimə nəzarət eləmək lazımdır. Bax, hər bir tərkib hissə əlavə ediləndən sonra şorbanın kəfi alınmalıdır, bişməyə nəzarət edilməlidir. Lazımi temperatur verilməlidir, dadına baxılmalıdır. Yəni ki, həddən artıq da şaqqa-şaq da qaynatmaq olmaz, bulanlıq olar şorba. Sonra, bişməyə daim nəzarəti dedik. Sonra şorbanın növündən asılı olaraq düzgün vaxtında əlavə edilməlidir qidalar. Yəni, ümumi qaydaya əsasən şorbaya duz hazır olana yaxın əlavə olunmalıdır. Bax, bu duz söhbətinə bir neçə yerdə rastlaşdıq. Deməli, şorbaya duz nə zaman əlavə edilməlidir? Hazır olana yaxın əlavə edilməlidir. Yəni, bişib qutarandan sonra biz şorbaya duz əlavə etməməliyik. Deməli, bax, biz duz söhbətinə başqa harda rast gəlmişdik, bircə dəqiqə. Bax, bir də küftə bozbaşda demişdik ki, bişmənin sonuna 10-15 dəqiqə qalmış biz duzunu, istiotunu əlavə eləməliyik. Bax, bu şeylər də var. Bir də doğada da demişdik ki, doğada, yəni ki, soğuyandan sonra duzunu əlavə eləməliyik. Bunları yadda saxlayaq müəllimlər, çünki testdə bunlar bizi qarışdıra bilər. Sonra, bax, bişmə zamanı, bircə dəqiqə, şorbanı lazımi həddə qədər qaynadılması. Daha yaxşı olar ki, şorba deməli qaynadılmasın, dəmdə bişirilsin. Deməli, daha yaxşısı nə oldu? Dəmdə bişirilməsi. Digər xörəklər kimi duru yeməklərdə də müxtəlif milli mətbəxləri ayırd etmək olar. Mərkəzi Asiya ölkələrində, Qafqazda, Avropanın bəzi ərazilərində şorbalar qatı və tutumlu olur. Məsələn, xarçodur, boşdur, yəni ki, qatı olurlar bunlar. Azərbaycanda isə bayaq dedik ki, 30-dan artıq şorba növü var, pitidir, küftə bozbaşdır, düşbərədir və s. kimi ətli şorbalar və qatığa göyərti, düyü və əlavə etməklə də hazırlanmış dovğalar var. Bax, indi bu piti məsələsinə keçdik. Bunlar biraz testdə qarışdırılır. Baxaq. Baxırıq, bax, bitidə deyir ki, ümumiyyətlə qoyun əti hamısında var. Bax, qoyun əti, noxud, şabalıd, kartof, alça qurusu və ədviyyatdan hazırlanır. Bax, şabalıd küftə bozbaşda yoxdur. Yadda saxlayaq, ərişdədə yoxdur, düşbərədə yoxdur. Şabalıd varsa testdə biz pitini götürəcəyik. Yaxşı müəllimlər. Bax, zəfəran əvvəlcədən dəmə qoyulur. Deməli, bu restoran yeməyidir ki, zəfəranı əvvəlcə biz adətən evdə hazırladığımızda elə atırıq da içinə, düzdür. Amma ki, diqqətinə yetir, pitidə zəfəran əvvəlcədən dəmə qoyulma söhbəti varsa, bitidən gedəcəkdir söhbət. İndi bir də baxaq. Bax, biti deməli, qoyun əti, noxud, şabalıd və ya kartof, alça qurusu və ədviyyatdan hazırlanır. Bu şorba saxsı qablarda, bax, saxsı qab varsa yenə pitini götürəcəyik.
adam başına hazırlanır. Süfrəyə verilməzdən öncə zəfəran, nanə qurusu əlavə edilir. Zəfəranın da əvvəlcədən dəmə qoyurlar, piti hazır olana yaxın ona əlavə edirlər. Nanəni isə pitinin üzərinə süfrəyə verilməmişdən əvvəl zövqə uyğun əlavə olundu. Bax, bitidə nə yadda saxlayacaq? Açar sözlərimiz saxsı qabı oldu, şabalıd oldu, zəfəranın əvvəlcədən dəmə qoyulması oldu, adam başına yığılması oldu saxsı qablara. İndi davam edirik. Bax, küftə bozbaş. Qoyun ətinin sümüklərindən hazırlanmış bulyona düyü, qatılmış böyük küftələr, noxud, kartof və ədviyyat əlavə olunur. Hər küftənin içərisinə, bilirik ki, küftədə də bunu hamımız bilirik, bir alça qurusu qoyulur. Bişirilmənin sonuna 10-15 dəqiqə qalmış zəfəran, duz, istiot əlavə olunur. Hazır olana qədər bişirilir. Süfrəyə veriləndə üzərinə nanə qurusu əlavə olunur. Deməli, nanə qurusu həm bitidə, həm küftə bozbaşda süfrəyə veriləndə üzərinə əlavə olundu. Burada bir şeyi yadda saxlayırıq. Bu 10-15 dəqiqə sözünü, bu 10-15 dəqiqə deməli defislə yazılıbdır. Küftə bozbaşda defislə yazılıbdır. Yəni bu şəkildə də yadda saxlaya bilərsiniz. Yəni 2 rəqəm 2 sözdür. İndi baxırıq düşbərəyə. Bax, düşbərənin hazırlanması üçün bərk xəmir yoğurulur. Biz bilirik ki, xingərdə də, suda pişən ümumiyyətlə şeylərdə bərk xəmir yoğurulur ki, o dağılmasın. Yoğurulur. Deməli, 1 mm qalınlığında yayılır. Bərabər ölçülü kvadratlara bölünür. Qoyun əti soğanla birlikdə ət maşınından keçirilir. Hazır fara, deməli, davam edəcəyik. Müəllimlər qoşulsunlar. Deməli, davam edirik müəllimlər. Bircə dəqiqə kitabı ekrana verək. Skrin eləyək ekranı. Deməli, qalmışdıq biz düşbərədə. Deməli, düşbərənin hazırlanması üçün dedik ki, bərk xəmir yoğurulur. Qalınlığı da deməli 1 mm yayılır, bərabər ölçülü kvadratlara bölünür. Qoyun əti soğanla birlikdə ət maşınından keçirilir. Deməli, hazır farşa, bilirik ki, ət maşından keçirilirsə farş alınır da. Duz, istiot əlavə edilir. Hər farşın ortasına da 2-3 qram ət qoyulub bükülür. Belə yadda saxlayaq. İndi bunu biz nə ilə əlaqələnir? Bax, natfillərdə də demişdik ki, qalınlıq 1 mm idi, diametr 2-3 mm idi. Və bunu natfillərlə əlaqələndirdik. Deməli, düşbərədə də deməli nə oldu? Bərk xəmir yoğurduq, qalınlıq 1 mm oldu. Deməli, ət də neçə qram qoyuldu? 2-3 qram qoyuldu ət. Deməli, qoyun əti sümükdən hazırlanmış ət suyunda neçə dəqiqə pişdi müəllimlər? 5 dəqiqə. Bax, bayaqlarım demişdik ki, biz küftə bozbaşda 10-15 dəqiqə qalmış bişmənin sonuna duz əlavə edirdik. Burada da deyirik ki, düşbərə xırda balaca bir şeydir. 5 dəqiqəyə pişir də. Yəni ki, suya atdım, 5 dəqiqəyə pişəcəkdir. Bax, indi bunu necə yadda saxlayaq, testdə qarışdırmayaq. Baxın, düşbərə 5. Hər ikisində ş rəqəmi var. 2 ş kimi yadda saxlayacaq. Deməli, neçə dəqiqəyə pişdi? 5 dəqiqəyə pişdi. Süfrəyə düşbərə ilə birlikdə xüsusi qabda sarımsaqlı sirkə verilir. Deməli, nə verildi? Sarımsaqlı sirkə. Bax, kişnişi də biz düşbərədə gördük.
kişniş və yaxud nanə qurusu üzərinə səpilir. Təzə kişniş və yaxud nanə qurusu. Bax, sarımsaqlı sirkə verilirdisə yanında götürcük düşbərəni. Desə ki, bişməsinin sonuna 10-15 dəqiqə qalmış zəfəran, duz, istiot əlavə eləyir. Küftə bozbaşı götürəcəyik. İçərisinə alça qurusu qoyulur. Bir alça qurusu. Küftə bozbaşı götürəcəyik. Soranlarım. Desək ki, tərkibində şabalıt var. Şabalıt təkcə piti də oldu. Pitini götürəcəyik. Desək ki, ayrı-ayrı saxsı qabda bişirilir. Yenə bitini götürəcəyik. Zəfəran əvvəlcədən dəmə qoyulur sözü varsa, yenə də pitini götürəcəyik. Çünki küftə bozbaşda da zəfəran var, amma o əvvəlcədən dəmə qoyulmur. Bax, bunu da yadınızda saxlayın. Keçdi indi dovğaya müəllimlər. Dovğa hamının, yəni Azərbaycanda bütün mətbəxlərdə bişən yeməkdir. Az qatılığa, az duru yeməkdir da, belə deyək. Az miqdarda qatığa bilirik ki, un da əlavə edirik. 1 qaşıq çağlı, 2 qaşıq çağlı, litrindən asılı olaraq qatığın suyun. Düyü, yumurta, su əlavə edilməklə hazırlanır. Çürüməsin deyə, bax, bayaqlarım şorbalarda deyirdik ki, dəmə qoyuruq. Gür odda qaynatmırıq ki, bulanmasın. Amma yadınızda qalsın ki, dovğa çürüməsin deyə necə odda pişir? Gür odda pişirdisə, dovğanı götürəcəyik yeməklərdən. Deməli, fasiləsiz qarışdırılaraq pişirilir. Məhlul qaynayanda xırda doğranmış göyərti və soyuduqdan sonra neynədik? Ona duz əlavə elədik. Deməli, va modda desə şorbaları götürəcəyik. Dəmə qoyulur desə şorbanı götürəcəyik. Amma desə ki, gür odun üzərində bişirilir. Çürüməsin deyənə belə bişirilir. Bu zaman biz dovğanı götürəcəyik müəllimlər. Bişəndən, soyuyandan sonra deməli duz əlavə olunur desə, testdə variant olaraq biz nəyi götürəcəyik? Dovğanı götürəcəyik. Millimetr, qram, ətin qramı göstərilsə yenə düşbərəni götürəcəyik. Desə ki, bişmənin sonuna 10-15 dəqiqə qalmış duz əlavə olunur. Bu zaman küftə bozbaşı biz götürəcəyik müəllimlər. İndi baxaq xəmir aşına. Deməli, xəmir aşı, bax, lobiya varsa tərkibində yeməklərdən, bu zaman biz xəmir aşını götürəcəyik. Bircə dəqiqə. Bax, xəmir aşı ərişdə və yaxud xırda lobiya ilə pişirilir. Deməli, lobiya ayrıca qaynadılır. Nəyə görə ayrıca qaynadılır? Biz bilirik ki, lobiya gec pişir. Lobiyanın bişmə müddəti nə qədər idi? 2 saat idi da, düzdürmü? 1 saat yarım 2 saat idi, səhv eləmirəmsə. Deməli, gec bişdiyi üçün lobiya əvvəlcədən ayrıca qaynadılır, bərk xəmir yoğrulur. Bayaq mən dedim ki, suda bişiririksə, əgər xingal da olsa, düşbərədə də demişdik, bərk xəmir yoğrulur. Eləcə də xəmir aşında da bərk xəmir yoğrulur ki, onu suya atanda, yəni ki, o xəmir xaşıl kimi olmasın da qalsın. Xəmir yoğrulur, yayılıb unlanır, nazik-nazik kəsilir. Ət suyuna əvvəlcə xırda köftələr əlavə edilir. Bişəndən sonra ərişdə və lobiya tökülür. Hazır olana qədər qaynadılır. Hazır xəmir aşıya bax, təzə keşniş əlavə edilir. Bax, təzə keşniş biz harada görmüşdük? Görmüşdük şeydə, düşbərədə. Təzə keşnişlə nanə qurusu, ikisindən biri əlavə oluna bilərdi. Deməli, bir də xəmir aşında təzə keşniş əlavə edilir. Süfrəyə veriləndə də üzərinə nanə qurusu səpilir. Bu nanə qurusu demək olar ki, hamısında süfrəyə verilən zaman səpildi. İndi şorbaların hazırlanması üçün bir neçə məsləhət. Bax, bulyonu gür odun üzərində qaynatmaq olmaz. Nəyə görə? Çünki bulyon bulanar, dadsız alınır. Bəzən qadınlar olur, yoldaşı işdən tez gəlir, şorbanı isitmirlər də, az xodda qoyub. Gələn kimi tez xodu verirlər, təzə gecikən zaman işə laqqa-laqqa qaynayır, o kartofun nişastası qaynayır, qarışır şorbaya. Şorba bulanlıq olur, rəngi xoşa gəlməz olur, ağ bulantısı olur, yəni şəffaf o tomatın rəngi, yağı üzərindəki yağ şəffaf, işıqlı olmur. Deməli, gür odda nəyə görə qaynatmaq olmaz? Bulanlıq olmasın deyənə. Bax, dəfnə yarpağını şorba hazır olan
yaxın əlavə etmək lazımdır. Əks halda şorba acı dadıyar. Yəni əvvəlcədən qoysaq onun dəfnə yarpağını olmaz. Toyuq şorbasına dəfnə yarpağı əlavə eləmək olmaz. Bax, şorbalarda C vitamininin qorunması üçün məsləhətlər. Yenə də deyir ki, C vitaminini qorumaq istəyiriksə şorbanın tərkibində onu gür odda qaynatmaq olmaz. Vam odda olmalı, dəmə qoyulmalıdır. Şorbanın üzərindəki yağ qatını yığmaq olmaz. Çünki yağ qatı onun havanın mayeyə daxil olmasına imkan vermir. Sonra tərəvəz şorbalarını təkrar qızdırmaq olmaz. Nəyə görə? Çünki təkrar qızdırılma zamanı nə olur? Onun tərkibindən 30%-ə qədər C vitamini parçalanır. Bax, biz PP vitaminlərində də demişdik ki, istemal zamanı onun tərkibindən deməli PP vitamini də 30%-ə qədər itirdi. PP vitaminində də yəni bu 30% var idi istemal zamanı parçalanırdı. Sonra tərəvəzləri mütləq qaynayan bulyona əlavə etmək lazımdır. Şorbanı çox qaynatmaq olmaz.